Şamran bəy, maraqlı yanaşmaya görə təşəkkür edirəm. Stalin şizofrenik olub. Ona bu diaqnozu qoyan həkim bir dəqiqə sonra güllələnib. Bəli. Səddam Hüseyin şizofrenik Tabii. olub. Uşaq vaxtı dayısını silahla öldürmək istəyib. Atasına da balta atıb Stalin. Benito Mussolini şizofrenik olub. Sinif yoldaşını qayçı ilə boğazından vurublar. Ruhu bir halında olmayan. Hitleri Potsdam Universiteti təzəlikcə onun araşdırmalar aparıblar. Bircə onun ruh halının hamısı təsdiqlənib, bircə qanunda Yahudi qanı olmaması təsdiqlənmir ki, yəni bu yalan imiş. Və bu indiki bu Şimali Koreyanın lideri, onun babası, ümumiyyətlə Şimali Koreyanın liderinin hamısının ruhu xəstədir bunlar. Çünki bunlar anormal adamlardır. Ümumiyyətlə siz insanlara dediniz, bu siyasətçilərdə də, siyasi liderlərdə də bu var. Paranoya. Bu Putində də ümumiyyətlə bu adam heç kompüterə deyilənə görə baxmır. Yox, bilmir nə olan şeydir. Sual verdi, yazılı sual verdi, cavab verdi o. Bəli, pis sözlər demək olmaz. Bu adamın qəbuluna düşmək olmur. Bu adam koronavirusundan, Coviddən sonra ümumiyyətlə yerini itirib, nətər danışır. Özünə məxsus hərəkət. Yəni, bir siyasətçiyə ki, Napolyon deyir ki, mənə yaxşı xəbər olanda oyatmayın, qoyun yatım. Pis xəbər olanda tez məni oyadın ki, təcili tədbirlər görür. Bu adam deyir mənə pis xəbər deməyin. Yəni, ona görə Trump da elədi. Trump da elədi. Eyni simptomlardır. Trump deyir, mən Biden'dan çox iş görmüşəm. İqtisadiyyatı belə eləmişəm, onu eləmişəm, bunu eləmişəm. Miqrantları qovurdu, hələ qovub çıxarda bilmir. Mümkünsüz zaten. Bəli, müharibəni dayandıracağam. Qəzzanı dayandırdın. Qəzzada nəyi dayandırmısan? Yer üzündən silinib, atəşkəs pozulur. Həmas yerində, İsrail oranı bombalayır. İsrail oranı bombalayır. Pakistanla Əfqanistanı barışdırdın, təzədən yenə müharibə başladı. İranı bombalayacaqdın, gördük 13 günlük. Hara atdın o bombanı, nə bomba idi o, niyə atdın onu? Bilirsiniz, mən başa düşürəm, mən tələbiyə də deyirəm. Öndə şou gedir. Əsl siyasət arxadadır, teatr. Aktyorlar oynayırlar. Amma şou da çox uğursuz şoudur. O şoumen kimi də uğursuzdur ona görə. Sən Vladimir Putini izolyasiyadan çıxartdın, gətirdin, indi burada oyun oynayırsan, Rus-Ukrayna müharibəsi, Avropalıları hədəlirsən, bunu hədəlirsən, digərlərini hədəlirsən, yəni Yaponiyaya gedirsən, müxtəlif fikirlər verirsən. Ona görə də mən sizin dediyiniz, mən magistratura oxuyanda siyasi psixoloji dərs almışıq. Amma sizin o dediyiniz üç şeyi biz bilməmişik. Özə bizə siyasi psixologiya kitabının, dərs kitabını, Vamik Volkan var da, Kıbrıs əsilli türk. Amerika Birləşmiş Ştatlarında yaşayırdı uzun müddətdə, onun kitablarını oxudurdular. Orada bir maraqlı bir şey deyib və demək, Franklin Delano Roosevelt vəfat edib. Stalin o qədər şizofrenik adam olub ki, o qədər paranoya. Delano Rooseveltin həyat yoldaşına yazıb ki, bəs sizə başsağlığı verirəm, bəs Allah rəhmət eləsin, məclisdə olan məlumata görə sizin yoldaşınızı öldürüblər. Yəni, bu adamlar şizofrenik, xəstədirlər. Hitlerdir, bulardır, bu Trumpdır. Ona görə də mən sizlə razıyam ki, mən başa düşürəm, siyasət manevr sənətidir. Siyasət başqa bir... Amma manevrin haqqında uğur olmalıdır. Bunun manevrin haqqında uğursuzluqdur. Amma nə dedik? Söz sənətidir və az öncə də dedim, siyasətşünaslar, tarixçilər, beynəlxalq münasibətlərlə bunu zaman gələcək yazacaq. Trump da tarixə qeyri-ciddi bir adam kimi düşəcək. Amerikan xalqı seçib, hörmət eləməliyik, amma Amerikan xalqı da lidersizlikdən Trump'ı seçdi. Bəlkə də Biden'ın əleyhinə, bəlkə də belə acıqla seçdi. Biden'ın indi bilirsiniz, kimyaterapiya alır xərclikdən. Və divara salam verdi, getmirdi. Getmirdi. O xanımı da demək, o biri namizədliyi verdiyi xanım da uğursuz idi. O bir kitab yazıb bioqrafiyası haqqında Kamran. Və mənim Biden məni dedi, axıra kimi müdafiə eləmədi. Belə bir söz işlədim. Amma buna baxmayaraq həmişə ona hörmət eləyəcəm. Yəni, bu zaman olub, Kamala Harris də o. Kamala Harris. Mən inanıram ki, yəni sizin sözdə qüvvət, incə nüansa toxundunuz ki, ümumiyyətlə
hal-hazırda istər siyasətçilərdə, istər cəmiyyətlərdə, istər Azərbaycan cəmiyyətində, bax özümüzdən danışaq, insanların psixoloji durumlarında problemlər artır günü-gündən. Amma insan ola bilər, amma siyasətçilərin və siyasi liderlərin isə amanın günüdür siyasi psixologiyalarında bir problem olmasın. Çünki milləti təmsilçiləridir, milləti öndə aparan və ya irəli aparır, ya uçurma aparır. Bu gün də Trampla Putinin elə bir vəziyyətdədirlər. Bu müharibəni kəsəcəm Şükran gününə kimi və s. və ilə. Ona görə də mən sizlə razıyam ki, yəni Tramp sol əli əsir, sol əlinə şişir, qəribə fikirlər bildirir, qəribə fikirlər bildirir. Yəni Amerikada ona səs verənlərin o gün deyir ki, yaxşı, siz demişsiniz ki, biz müharibə etməyəcəksiniz, müharibələri dayandıracaqsınız. Biz nə edirik Ukraynanı? Ukrayna elətdir. Amma Venezuelaya niyə müharibə edirik? Niyə ora ordu göndərməliyik? Niyə mərkəz? Axı siz belə söz verməmişdiniz. Yəni müharibə nazirliyi yaratmaq adını dəyişib. Bu müdafiə nazirliyi var idi. Bu müəyyən də bir uğurlu idi. Ona görə də sözünüzün son qısası, yəni ümumiyyətlə tarixə baxanda bütün Roma dövründən Kaliguladan, Nerondan bu yana siyasətçilərin siyasi, psixoloji portretləri həmişə nöqsan. O siyasətçilərin ki, siyasi psixoloji portretləri düzgün olub, uyğun olub, o millət, o cəmiyyət uğur qazanır, o siyasətçilər də tarixdə qalır. Təbii. Burada